Azərbaycan və Qazaxıstan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir və bu sahədə, yəni inkişaf edən münasibətlərdə eyni zamanda ön planda nəqliyyat və logistika sahəsi var. Elə indi studiyada müzakirə mövzumuz da budur, bu haqda danışacağıq və studiyada qonağım ASKONun icraçı direktorunun müavini Vüqar Mirzazadədir. Salam Vüqar müəllim, xoş gəlmişsiniz studiyamıza. Biz bilirik ki, Azərbaycan və qardaş ölkə Qazaxıstanla bizim demək olar ki, bütün sahələrdə əməkdaşlığımız var və Qazaxıstan o ölkədir ki, Azərbaycanın hər zaman ədalətli mövqeyində yanında olub. Bunu elə eyni zamanda biz işğaldan azad olunan ərazilərə baxanda, orada bizə hədiyyələrinə baxanda bunu görmək mümkündür və eyni zamanda da ölkələr arası münasibətlər də var. Bütün sahələrdə münasibətlərimiz var. Amma mən istərdim ki, sizlə dialoqumuzda nəqliyyat logistika haqqında danışaq və Azərbaycan ilə Qazaxıstan arasındakı nəqliyyat logistika sahəsinin əməkdaşlığı hazırda hansı mərhələdədir? Eyni zamanda gələcəkdə perspektivdən nələr var? Gəlin bundan başlayaq, daha sonra suallarım olacaq sizə. Buyurun. Təşəkkür edirəm. Çox sağ olun xanım. Qeyd etdiyiniz kimi Qazaxıstanla Azərbaycan arasında nəqliyyat sahəsində əlaqələr çox yüksək səviyyədədir və son zamanlarda nəqliyyat sektoruna, infrastrukturuna qoyulan sərmayələr, strateji baxışlar bunu nümayiş etdirir. Eyni zamanda Azərbaycan da nəqliyyat infrastrukturunun inkişafı ilə son zamanlar məşğuldur və təbii ki, ölkə başçısı Cənab Prezident İlham Əliyevin həm xüsusi diqqət, həm rəhbərliyi sayəsində bunlar baş verir və Azərbaycan-Qazaxıstan arasında olan nəqliyyat sahəsində olan münasibətlər təbii ki, bu təkcə iki ölkə arasında olan nəqliyyat əlaqələri deyil. Çünki Azərbaycan-Qazaxıstan arasında bildiyimiz kimi Transxəzər beynəlxalq nəqliyyat dəhlizi, yəni orta dəhliz kimi danıldığımız dəhliz keçir və hər iki ölkənin bu dəhlizə bir strateji baxışı var. Çünki həm Azərbaycanın, həm Qazaxıstanın coğrafi mövqeyi ona imkan verir ki, hər ölkə orta dəhlizdə müəyyən bir regional bir mövqeyə malik olsunlar. Təbii ölkə başçısının qeyd etdiyi kimi də orta dəhliz təkcə regional inkişafa deyil. Yəni həm Azərbaycan, həm Qazaxıstanın, yəni bu marşrutun bir parçaları olmaqla qlobal bir dəhlizin, belə deyək də, qlobal bir nəqliyyat əlaqəsinin bir hissəsi kimi çıxış edirlər ki, bu da hər iki ölkənin bu dəhlizə, bu nəqliyyat, belə deyək də, münasibətlərinə strateji baxışının əsasını təşkil edir. Ki, bugün də biz bunun üzərində çalışırıq və təbii ki, hər iki ölkə, yəni qeyd etdiyimiz məqamlara görə bu dəhlizə xüsusi diqqət yanaşır və bugün də biz hər iki tərəf olaraq, yəni bu orta dəhlizin necə edə bilərik ki, daşıyıcılar üçün həm səmərəli olsun, həm etibarlı olsun, həm fasiləsiz olsun. Çünki bildiyimiz kimi nəqliyyat sahəsində, belə deyək də, orta dəhlizin və yaxud ümumiyyətlə dəhlizin səmərəli olub-olmadığını göstərən onun fasiləsizliyi, sabit olması və təbii ki, etibarlı olmasıdır. Vüqar müəllim, mən istərdim ki, bu mövzunu biraz açaq, həm də izləyicilərimiz üçün açaq. Çünki biz hər zaman danışırıq orta dəhlizin əhəmiyyəti, orta dəhlizin strateji dəyəri və s. Misal üçün, ölkə başçısının Qazaxıstana son səfərində orta dəhlizin yeni perspektivləri təqdim olundu. Həm Prezident İlham Əliyevə, həm Kasım-Jomart Tokayevə və eyni zamanda o plana da biz baxanda görürük ki, həqiqətən də gələcəkdə böyük bir hədəflərimiz, planlarımız var. Biz hər iki tərəf bu layihəyə önəm verir deyəndə, yəni burada iqtisadi dividendlər nədən ibarətdir? Bax, istərdim bunu biraz açaq izləyicilərimiz üçün. Əlbəttə, qeyd etdiyiniz kimi orta dəhliz, Qazaxıstan, Azərbaycan arasında nəqliyyat sahəsində yük həcmləri ölkə başçısına qeyd etdiyi kimi 24-cü ildə 3,5 milyon ton təşkil etməklə ötən dövrlərə nisbətən 20% artıb. Yəni bu artım onu nümayiş etdirir ki, bu dəhlizin strateji nöqteyi nəzərindən böyük bir potensialı var. Və təbii ki, hər iki ölkənin də bu dəhlizə olan diqqəti məhz bu yük həcmlərinin artımına yönəlib. Yəni yük həcmlərinin artımı təbii ki, ölkələr arasında iqtisadi artımı anlamına gəlir ki, qeyd etdiyiniz dividendləri də biz oradan əldə edə bilirik. Amma təbii ki, biz bunu da başa düşməliyik ki, məsələ təkcə bu iki ölkə arasında olan münasibətlərdən də kənara çıxır. Çünki biz orta dəhlizi marşrutu deyəndə biz demək olar ki, şərqlə qərbin birləşməsindən danışırıq. Yəni bu eyni zamanda Çinlə Avropanın birləşməsi ola bilər. Yəni bu sahədə bu orta dəhliz olaraq qlobal bir iqtisadiyyatın bir parçası kimi çıxış edir. Vüqar müəllim, bir də bu məqam var. Misal üçün bir çox ekspertlər düşünürlər ki, Çinlə Avropanı birləşdirən bir dəhlizdir və burada dividendlər nə ola bilər? Amma nəzərə alsaq ki, tarixən İpək yolu üzərində yerləşən şəhərlər necə inkişaf edirdi və nəzərə alsaq ki, bu xətt də bizdən keçir, eyni zamanda bizim ərazimizdən keçir. Bu həm də nə deməkdir Azərbaycan üçün?
Əlbəttə ki, çox gözəl getdiyiniz ki, tarix olaraq İpək yolu, yəni ticarət yolunun üzərində olmaq, İpək yolu kimi üzərində olmaq iqtisadi artıma sövq edən amillərdən biridir. Yəni qeyd etdiyiniz kimi, təbii ki, həm Çin-Avropa arasında olan orta dəhlizin ortasında olmaq, bu nə anlama gəlir? Yəni ölkə dünya iqtisadiyyatında böyük, belə deyək də, iqtisadi gücə malik olaraq kontinent arasında olan ticarət əlaqələrinin bir parçası olmaq deməkdir. Yəni biz böyük iqtisadiyyatlar arasında iqtisadi axının təmin edən marşrutun üzərində yerləşirik ki, bu da bizi həm regional, eyni zamanda da qlobal bir nəqliyyat qovşağına çevrilməkdən yaranan dividendləri də özümüzə belə deyək də gətirə bilər. Yəni bu anlamda həm daşımalardan olan gəlirlər, eyni zamanda iqtisadi artım nəticəsində ölkələr arasında bu nəqliyyat yük həcmlərinin artımı nəticəsində də daşımalarda artımdan olan gəlirlər də ölkənin dividendlərinə çevriləcəkdir. Amma təbii ki, burada təkcə nəqliyyat daşımalardan söhbət getmir. Yəni nəqliyyat dəhlizinin üzərində olmaq eyni zamanda müxtəlif nəqliyyat hublarına malik olmaq anlamına da gəlir ki, bu da eyni zamanda iqtisadi və ticarət münasibətlərinin artımına da gətirə bilər. Yəni burada məsələ yalnız marşrutun üzərində olmaq deyil. Yəni burada bir qovşağa çevrilmək anlamında var. Yəni yüklərin gəlib burada cəmləşib regionlarda paylaşılması və s. Yəni məqsəd burada Azərbaycanı bu dəhlizin ortasında bir nəqliyyat qovşağına çevirməkdir ki, biz onun üzərində çalışmaq. Vüqar müəllim, biz indi söhbət edən zaman mən eyni zamanda statistik göstəricilərə də nəzər yetirəm. Kifayət qədər rəqəmlər, perspektiv vəd edən bir rəqəmlərdir və orta dəhliz üzrə daşımalar 16 milyon tonluq potensialla çatmaq istiqamətində həyata keçirilən birgə layihələr biri var və həmin o birgə layihələrin əhəmiyyəti haqqında danışmağınızı istəyirəm. Eyni zamanda nə nəticələr vəd edir? Biz nə gözləyirik? Təbii, siz qeyd etdiyiniz kimi bir 16 milyon potensial var ki, bu da 30-cu ilə qədər əlçatan bir rəqəm kimi görsənir. Az öncə, yəni bundan əvvəl qeyd etdiyimiz o faktorlara görə, dividendlərə görə, strateji baxışlara görə, ümumiyyətlə Qazaxıstan və Azərbaycan, yəni Transxəzər beynəlxalq nəqliyyat dəhlizi hər zaman nəzərdən keçirilir, hər zaman onun səmərinin artırılması üzərində iki tərəfli, üç tərəfli işlər aparılır. Təbii ki, ölkə başçısının qeyd etdiyi kimi də 22-ci ildə Aktau şəhərində Türkiyə, Azərbaycan və Qazaxıstan arasında bir yol xəritəsi imzalanmışdır ki, orta dəhlizini necə daha səmərəli, daha etibarlı etmək olar. Eyni zamanda da 25-ci ildə də Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında orta dəhlizin səmərəliliyinin artırılması üzrə yol xəritəsi imzalanmışdı ki, bu onu göstərir ki, yəni üç tərəfli ölkələr arasında, yəni həm regionda, həm Türkiyə, Gürcüstan kimi ölkələr bu dəhlizə önəm verirlər. Və biz bu regionda olan ölkələr olaraq orta dəhlizin daha da səmərəli çalışmasının üzərində bu yol xəritəsinin əks etdirən tədbirləri həyata keçirməkdəyik ki, o tədbirlərin həyata keçirilməsi nəticəsində biz o qeyd etdiyimiz 16 milyon yük potensialını əldə edə bilərik. Və burada məsələ ondan ibarətdir ki, 16 milyon yük potensialı demək olar ki, bugünkü rəqəmdən bir-iki dəfə artıq olan bir rəqəm anlamına gəlir ki, bu da bu nəqliyyat sahəsinin iki dəfə genişlənməsinə ciddi hədəfdir və biz bunun üzərində çalışırıq. Vüqar müəllim, çalışırıq dediniz. İstənilən bir layihə reallıqlar və gündəm dəyişdikcə, vaxt keçdikcə, illər keçdikcə yenilənməyə ehtiyac duyur və Ascon Holdingin logistika və ticarət sahəsindəki o modernləşdirmə prosesində də istəyirəm toxunasınız. Holding bu prosesə, ümumiyyətlə texnoloji, innovativ yeniliklərə hansı istiqamətdə işlər görür ki, bax o vurğuladığınız rəqəmə tez bir zamanda biz çataq. Çünki biz görmüşük ki, təcrübə yəni göstərib ki, Azərbaycan qarşıya qoyduğu hədəflərə bəzən 2-3 il daha tez çatır. Çox gözəl sualdır. Təbii, Ascon Holding 24-cü ilin noyabrından ölkə başçısının sərəncamı ilə yaranıb və yaranmamızdan belə deyək də əsas dəyərlərdən ki, biz bugün xüsusilə nəqliyyat sahəsində qeyd edirik. Ascon Holding olaraq biz artıq belə deyək də orta dəhlizdə fəaliyyət göstərən, biz qeyd etdiyimiz kimi də orta dəhliz bir marşrutdur və marşrut da bir zəncir olaraq onun müxtəlif iştirakçıları var. Və ən azından deyək ki, bizim ölkəmizdə də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi kimi, Bakı Beynəlxalq Dəniz Limanı, Azərbaycan Dəmir Yolları kimi orta dəhliz nəqliyyat sahəsində çalışan deyək də biznes sahələr var. Və idarəetmə olan bu müəssisələrin, yəni bu sahədə daha koordinasiyalı, gücləndirilmiş koordinasiya ilə fəaliyyət göstərməklə, çünki az öncə qeyd etdiyimiz kimi də nəqliyyat sahəsində önəmli olan nəqliyyat marşrutunun daha belə də etibarlı, fasiləsiz, səmərəli olmasını təmin etmək üçün iştirakçılar arasında mütləq qaydada koordinasiya və planlama olmalıdır.
Və biz Ascon Holding olaraq bu üç deyək ki də ən azından Azərbaycan tərəfində üç tərəfin koordinasiyasını təmin etməklə məşğuluq. Bundan əlavə ölkələr arasında da koordinasiyanın gücləndirilməsi vacibdir. Yəni az öncə qeyd etdiyimiz kimi o 22-ci ildə, 25-ci ildə, bu ildə imzalanan yol xəritələri təkcə ölkə daxilində olan koordinasiya deyil, eyni zamanda da regionda ölkələr arasında koordinasiya anlamına gəlir ki, biz bugün bunun üzərində çalışırıq. Bundan başqa Ascon Holding olaraq innovativ həlləri də tapmağa çalışırıq. İnnovativ həllər dediyimiz zaman nəzərdə tutduğumuz məqam odur ki, az öncə qeyd etdiyim kimi, koordinasiyanı təmin etmək üçün rəqəmsal həllərin tətbiqi də çox önəmlidir. Çünki rəqəmsal həllərin tətbiqi bugün yükün hardan gəldiyi, hara gedəcəyi, bunlar məlumatları əldə etməklə düzgün planlamanı da həyata keçirə bilirik ki, yəni vaxtında gəmilərin verilməsi, deyək ki, vaqonların limanlarda yerində olması və s. Bunlar hamısı rəqəmsal həllərin dəstəyi ilə kommunikasiyanın gücləndirməsindən baş verə bilər ki, biz bugün bu üzərində çalışırıq və bu təkcə dediyim kimi Ascon Holding olaraq ölkə arası daxilində idarəetmədə olan şirkətlərin koordinasiyası deyil, biz ölkədən çıxaraq digər qonşu ölkələrlə və daha çox marşrut üzərində olan ölkələrlə bu koordinasiyanın gücləndirilməsinə çalışırıq ki, təbii ki, bu həm idarəetmədə olan müəssisələrin sayəsində də aktiv fəaliyyəti sayəsində baş verir. Eyni zamanda da biz holding olaraq koordinasiyanı da gücləndirilmiş koordinasiyanı təmin edərək qeyd etdiyiniz rəqəmlər nail olmağa çalışırıq. Vüqar müəllim, indi biz söhbət edirik. İstənilən halda belə bir sual yaranır, ən azından məndə. Təəssüflər olsun ki, bilmirəm, bəlkə xoşbəxtlikdən və yaxud da təəssüflər olsun. İndi bunu necə demək lazımdır, daha dəqiq yəqin ki, zaman göstərəcək. Amma süni intellekt həyatımızın ayrılmaz bir parçası da hazırda. Bir çox istiqamətlərdə biz bunu tətbiq edirik. Bəzən lazımlı, bəzən lazımsız. Amma yeni texnologiyalardan danışanda və nəzərə alsaq ki, Qazaxstanda da bir yeni süni texnologiyalar, ümumiyyətlə süni platformanın, süni intellektin tətbiqi istiqamətində ölkə başçılarına bir nümunə təqdim olundu, mərkəz təqdim olundu. Bu proses hansısa formada yeni texnologiyalarda istifadə oluna bilərmi? Yəni, bu varmı, mövcuddurmu? Təbii ki, qeyd etdiyimiz kimi, bu nəqliyyat sahəsində ümumiyyətlə daşınmalar müxtəlif prosedurlardan keçir. Yəni, bu dəmir yolu daşımalarıdır, limandır, dəniz daşımalarıdır. Eyni zamanlar yüklərdəki gömrük xidmətlərindən keçirlər, sərhəddən keçirlər və s. Yük A nöqtəsindən deyək ki, B nöqtəsinə çatdığı zaman müxtəlif mərhələlərdən keçir və hər belə mərhələ sayı artdıqca da təbii ki, bu prosesin gəlizliyinin qarşısını almaq üçün rəqəmsal tətbiqin önəmliyi burada ortaya çıxır. Çünki bu AI texnologiyasıdırmı, yoxsa sadəcə olaraq müasir standartlar deyək? Həm müasir standartlar olmalıdır təbii ki, amma AI texnologiyası da artıq belə deyək də biz həm onun artım tendensiyasından, həm həyatımızdakı iştirakından görürük ki, müxtəlif nöqtələrdə onun tətbiqi vacib olacaqdır. Bu nəqliyyat sahəsində də yan keçməyə bilməz. Yəni təbii ki, nəqliyyat sahəsində də AI texnologiyasının tətbiqi müxtəlif nöqtələrdə tətbiq oluna bilər. Çünki önəmli olan nədir deyək ki, nəqliyyat sahəsində daşınmalardır. Yəni burada məcbur olan hər şey rəqəmlər üzərində qurulur. Yəni müddətdir, yükün həcmləridir, qiymətdir və s. Və ona görə biz səmərəlilik və fasiləsiz deyəndə, etibarlılıq deyəndə təbii ki, bu datanın, yəni toplanmış datanın düzgün və iri həcmlərdə belə deyək də təhlili və həzmi önəmlidir. Bir gəlmişkən, insan əməyinin də burada sıfıra endirilməsi və yaxud da minimuma endirilməsi də ola bilər. Eyni zamanda vaxta qənaət də ola bilər bu sistemə keçilərsə. Müxtəlif sahələrdə bəli. Yəni təbii ki, elə sahələr var ki, mütləq şəkildə orada insan əməyini belə deyək tələb edir. Amma AI-ın bu gün bizə belə deyək də ən azından bu gün nə vəd edir? Yəni ən azından iri həcmdə olan məlumatların qısa zamanda təhlili və hər hansısa bir belə deyək də nəticələrin ortaya və yaxud təkliflərin ortaya çıxmasıdır. Eyni zamanda hər hansı bir sırf statistikaya söykənən əgər əməliyyatlar baş verirsə, deyək ki, bu hər hansısa bir eyni mənşəli malların, hər hansısa bir yüklərin daşınması nəticəsində yoxlamalardır və yaxud yük keçirmələrdir. Burada yəni ən azından eyniliklər və yaxud anomaliyaların müəyyən edilməsi nəticəsində daha tez baş verir. Necə deyirlər, süni intellekt insanın yerinə hansısa işi görmür, sadəcə ona o vaxtı qısaltmaq üçün bir yardımcı vasitəsidir. Biz indi yeniliklərdən danışırıq, müasir standartlardan danışırıq və istənilən marşrut xətti həm də iqtisadi bir təhlükəsizliyi vəd etməlidir. İstərdim mövzumuzu bax bu istiqamətdə davam etdirək. Rəqabətə davamlı olmaq üçün, çünki dünyada bir çox marşrutlar artıq fəaliyyətə başlayır və yaxud da başlamaq istəyir. O marşrutlarla rəqabətə girmək üçün
indi hazırda müzakirə etdiyimiz orta dəhliz layihəsi hansı üstünlükləri var və yaxud da hansı yenilikləri olacaq ki, biz həm rəqabətə davamlı olaq, həm də iqtisadi bir təhlükəsizliyimiz olsun? Təbii, rəqabətə davamlı olmaq üçün əgər biz deyək ki, Çin-Avropa arasında olan birləşmədən danışırıqsa, burada önəmli olan müddət və qiymətlərdən söhbət gedir. Yəni, yük daşıyıcılar üçün ən vacib olan yükün sabit şəkildə və sürətli müddətdə çatdırılmasıdır. Eyni zamanda münasib kommersiya şərtləri çərçivəsində. Və iqtisadi təhlükəsizlik məsələsinə toxundunuz. Təbii ki, son dövrlərdə olan artımları, az öncə 24-cü ildə dediyim Qazaxıstan və Azərbaycan arasında tranzit həcmlərinin artması, eyni zamanda deyək ki, Çindən gələn yüklərə toxunduqsa, hansılar ki, xüsusilə konteyner yükləri təşkil edir. O rəqəmlərdə diqqət yetirsək, 25-ci ilin 9 ayında 77 min TEU, yəni 20 funtluq konteyner ekvivalentində yüklər daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% artım nümayiş etdirir ki, bu da bir ciddi rəqəmdir əslində. Yəni 25-ci ildə olan 9 aylıq rəqəm artıq 24-cü ilin ili rəqəminə bərabərdir. Yəni bu nəyi nümayiş etdirir ki, yəni orta dəhlizin ciddi bir potensialı vardır. İqtisadi təhlükəsizlik baxımından son illərdə regionda baş verən müxtəlif iqtisadi və siyasi dəyişikliklər onu göstərir ki, orta dəhliz hər zaman şərq və qərb arasında yük daşımaları sabit və belə deyək də təhlükəsiz daşımaları həyata keçirmək üçün alternativ bir marşrut dəhlizidir. Və biz bunu neçə il ölkə olaraq bunu nümayiş elətdirdik ki, orta dəhliz ən azından şərqlə qərbin bir alternativ variant, bir marşrut dəhlizidir ki, son artım rəqəmlərdə onu nümayiş elətdirir. Təbii ki, burada eyni zamanda da bütün zəncir boyu, bütün ölkələrin təbii ki, burada iştirakı önəmlidir. Yəni, dediyimiz kimi, marşrut təkcə Azərbaycan və Qazaxıstandan ibarət olmadığı kimi də, təbii, bütün regionda olan ölkələrin, marşrut üzərində olan ölkələrin eyni, belə deyək də, yanaşmada, eyni strateji baxışda marşrutun gücləndirilməsi və onun sabitliyinin qorunması üzərində çalışmalıdırlar ki, marşrut hər zaman özünün stabiliyini qorusun. Bu baxımdan da orta dəhliz düşünürük ki, sırf şərqlə qərb arasında digər marşrutlara münasibətdə bugün sabit və müştərilərə, yük daşıyıcılara fasiləsiz və etibarlı xidmət göstərməklə daha da ən azından öncə səslədiyimiz rəqəmlərə çatmaq üçün böyük bir potensial malikdir. Həm də Xəzər dənizinin istifadəsi istiqamətində də bizim işlərimiz var, birgə layihələrimiz var qardaş ölkə Qazaxıstanla. Ümumiyyətlə, Askon Holdingin həyata keçirdiyi təşəbbüslər sırasında nələr var, nələr nəzərdə tutulub, yəni bu Xəzər dənizi gəmiçilik istiqamətində, yəni bu potensialı artırmaq və yaxud da bu daşımaları vaxtını misal üçün minimuma endirmək, hansı işlər görülür? Xəzər dənizi orta dəhlizin bir parçasıdır və adından da gördüyümüz kimi Transxəzər beynəlxalq nəqliyyat dəhlizidir. Təbii ki, ona görə bu baxımdan da orta dəhliz multimodal dəhliz hesab olunur. Çünki burada müxtəlif nəqliyyat növlərindən istifadə olunur. Az öncə qeyd etdiyiniz kimi dəmir yolları, liman, dəniz daşıyıcıları da iştirak edirlər. Bu baxımdan bu sahədə də, yəni bu sahə diqqət nəzərdən yan keçmir. Çünki Xəzər dənizi hər zaman ən vacib elementlərdən biri kimi çıxış edir. Sentyabr ayında bildiyiniz kimi Əbu Dabi Limanlar Qrupu ilə Azərbaycan Askon Holding arasında, yəni gəmiqayırma zavodunun adından çıxış edərək müqavilə imzalanmışdı ki, onlar gəmiqayırma zavodunda 2 konteyner daşıyan qrup gəmisi böyük həcmdə gəmilər inşa edəcəklər və gəmilərin də inşası 28-ci ilə qədər bitməsi planlaşdırılır. Bu nəyi göstərir ki, yəni beynəlxalq strateji partnyorların da orta dəhlizə böyük bir inamı var. Çünki onlar da artıq bu dəhlizin bir parçası olmağa çalışırlar. Çünki o gəmilər gəmiqayırma zavodunda inşa edildikdən sonra Xəzər dənizində konteyner daşıma sahəsinə belə deyək yönələcəklər. Bu baxımdan da eyni zamanda Azərbaycan Xəzər dəniz gəmiçiliyi də Askon Holdingin idarəetməsində olan müəssisə olaraq da özünün donanmasının, kommersiya donanmasının yenilənməsi planı üzrə gəmi inşalarını icra edir ki, Xəzər dənizi həm Qazaxıstanın bildiyimiz kimi Aktau, Kuruk limanları var, bizim Bakı beynəlxalq dəniz limanı var ki, o limanlar arasında
belə deyək də bu əlaqənin daim fasiləsiz əlaqəni təmin etmək məqsədini daşıyır. Vüqar müəllim, hazırda Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə Aktau və Kruk limanları arasındakı münasibətlər hansı səviyyədədir? Biz bunu da danışaq, bunu da müzakirə eləyək Azərbaycanla Qazaxıstan arasındakı bu nəqliyyat dəhlizindən danışmışkən. Təbii, az öncə qeyd etdiyim kimi o 25-ci ildə ki biz yol xəritəsi imzalandı. O yol xəritəsi imzalanmamışdan qabaq orta dəhlizin önəmli olan nöqtələrinə bir baxış keçirdi, bütün tərəflərin iştirakı ilə. Təbii ki, bu mütəmadi baş verir. Yəni, orta dəhlizin infrastrukturu, orada əməliyyat səmərəliliyi həmişə diqqət mərkəzindədir. Ona görə o yol xəritəsinin parçalarından da biri liman infrastrukturunun inkişafıdır. Az öncə qeyd etdiyim o konteyner həcmlərində artım, təbii ki, bu iki limanda baş verən infrastruktur genişlənməsi və əməliyyat səmərəliliyinin artımı nəticəsində baş verir. Yəni, Aktauda konteyner terminalının inşasıdır. Eyni zamanda bizdə Ələt limanında da baş verən əməliyyat səmərəliliyinin artımı məhz bu iki liman arasında, hətta Kruk limanı arasında da əlaqələrdən irəli gəlir. Eyni zamanda həm infrastrukturun genişlənməsi, həm əməliyyat səmərəliliyi bunlar koordinasiyalı şəkildə baş verir ki, bugün çünki orta dəhlizdə gələn yüklərin sabitliyinin qorunması üçün və o az öncə qeyd etdiyimiz o müddətliyin qorunması məqsədi ilə hər ən önəmli olan o infrastruktur belə deyək müəssisələrində əməliyyat səmərəliliyinin və infrastrukturun yerində olması vacibdir. Və birinin digərindən az inkişafı prosesi ləngidə bilər və dəhlizin belə deyək də qeyri-sabit balanslaşmamış şəkildə inkişafını gətirib çıxardır ki, bu da müəyyən çətinliklər yaradır. Amma az öncə qeyd etdiyiniz kimi limanlar arasında olan koordinasiyanın həm infrastrukturun artırmasında, həm əməliyyat səmərəliliyi. Çünki limanlar bir-birindən deyək ki, Xəzər dənizində bir-birindən aralı olsalar da onları birləşdirən o gəmilərin gedib gəlişidir ki, onların da o gəmilərin müəyyən olmuş normativ müddət çərçivəsində limana daxil olaraq yükü tez bir zamanda gəmiyə yükləyib, digər limanda da eyni müddətdə limana belə deyək də boşaltma ilə bu proses belə deyək də səmərəli baş verməlidir ki, Xəzər dənizi orta dəhlizin belə deyək də ayrılmaz və eyni sürətdə daşıyan bir parçasına çevrilməlidir. Vüqar müəllim, biz indi danışırıq, rəqəmsallaşmadan danışdıq, iqtisadi təhlükəsizlikdən danışdıq, amma həm də bizi seçmələri üçün bir vahid platforma olmalıdır. Mən burada gömrük rüsumlarını, vahid platformanı nəzərdə tuturam ki, sadələşdirilmiş bir proses olsun və s. Bu istiqamətdə hansı işlər görülür? Bax, misal üçün bizim azad iqtisadi zonamız var və oranın daha çox seçilməsi, çünki dünyada o qədər azad iqtisadi zona var ki, oranın daha çox seçilməsi vahid platformaya görədir. Yəni, o gömrük rüsumlarının daha sadə prosesinə, bir məntəqədən həyata keçirilməsi. Bu, orta dəhlizdə necə reallaşdırılır? Və yaxud da yeniliklər nəzərdə tutulurmu bu istiqamətdə? Orta dəhlizdə qeyd etdiyiniz kimi, bunun koordinasiyalı şəkildə baş verməsi üçün, eyni zamanda həyata keçirilməsi üçün Gürcüstan, Azərbaycan və Qazaxıstan arasında bir birgə müəssisə yaradılmışdır. Bu Middle Corridor Multimodal Ltd adlı bir birgə müəssisə yaradılmışdır ki, artıq o birgə müəssisəyə Çin tərəfindən də qoşulma nəzərdə tutulur və bu birgə müəssisənin məhz orta koridorda bu idarə etməni, əməliyyatın idarə edilməsi, eyni zamanda yüklərin sabit müddətdə, fasiləsiz şəkildə həyata keçirilməsini izləyən bir platformaya çevrilə bilər ki, hal-hazırda bunun üzərində çalışırıq və daha çox, yəni Çinin də bu platformaya qoşulması onun göstəricisidir ki, yük daşımaların artım həcmlərində bir böyük potensial var və bu təkcə az öncə qeyd etdiyimiz kimi bu yüklərin artımı təkcə bu ölkələr arasında bir iqtisadi əlaqələrdən daha çox bu strateji bir baxışın sayəsində həyata keçirilir. Ona görə bu kimi platformalar və hal-hazırda Çinin də qoşulması, platformanın genişlənməsi məhz bu orta dəhlizin qlobal bir bağlayıcı olaraq inkişafın əsas göstəriciləridir. Az öncə qeyd etdiyim kimi də Xəzərə də strateji partnyorların gəlməsi, təkcə Xəzərə deyil, yəni orta dəhliz üzərində olan müxtəlif terminallar, dəmir yolları infrastrukturu və yaxud müxtəlif liman infrastrukturunda strateji partnyorlar müəyyən bir birgə müəssisələr şəklində orta dəhlizə daxil olmaqla şirkət belə orta dəhlizdə iştirakını sağlayırlar ki, bu da
həmin orta dəhlizə olan belə deyək də tələbatın artımının nümayişidir. Vüqar müəllim, çox sağ olun, təşəkkür edirik. Studiyamıza gəldiniz, suallarımızı cavablandırdınız və təşəkkür məsuliyyətli işli uğurlar arzu edirik sizə. Çox sağ olun, təşəkkür. Vurğulayım ki, studiyada qonağım Askon Holdinqin icraçı direktorunun müavini Vüqar Mirzəzadə idi. Biz onunla birlikdə Azərbaycanla Qazaxstan arasındakı nəqliyyat, logistika sahəsindəki işlərdən, eyni zamanda orta dəhlizdən danışdıq. Orta dəhlizin növbəti etapda hansı bizim üçün dividendlər vəd etdiyindən danışdıq, perspektivdən danışdıq.